Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2007-ci il təvəllüdlü Mahir 2010-cu il təvəllüdlü Aydanla yetkinlik yaşına çatmadığı halda intim münasibətdə olmaqda ittiham edilib. Hadisə ötən ilin aprelin 20-sində baş verib. Mahir gecə saatlarında Aydanı ailə qurmaq məqsədi ilə öz kəndinə aparıb. Ona Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan olunub. Mahir ifadəsində bildirib ki, Aydanı 2 ildir tanıyır və 1 ildir sevgilidirlər. Onun 15 yaşında olduğunu bildirmiş. Aydanı ilk dəfə 2023-cü ilin dekabrında qaçırıb, lakin hər iki ailə yaşlarına görə bu izdivaca razı olmayıb. 20 apreldə Aydanın Sumqayıta göndərilmək məsələsi səbəbindən qızı yenidən qaçırmaq qərarına gəlib. Onlar Aydanla kənd məktəbinin yanında görüşüblər. Əli evə divardan keçərək daxil olub və onların içəri girməsini təmin edib. Həmin gecə üçü də həmin evdə qalıblar. Mahir Aydanla eyni yataqda yatdığını və cinsi əlaqədə olduqlarını deyib. Səhəri gün polis onları şöbəyə çağırıb. Aydanın anasına şikayət etdiyi məlum olub. Mahir ifadəsində əməlini etiraf edib və ailələrin bundan sonra onların izdivacına razılaşdığını bildirib. Zərər çəkmiş Aydan isə deyib ki, 10-cu sinifə keçməliymiş. Amma anasının ərizəsi ilə məktəbdən çıxıb. Mahirlə 2 ildir sevgi münasibətlərindədir. Mahirin ailəsi ona yaylıq gətirsə də anası razılıq verməyib. Aprelin 20-sində anası ilə mübahisə edib. Anası onu Sumqayıta 13 ildir ayrı yaşadığı atasının yanına göndərmək istəyib və Mahirlə danışmağına qadağa qoyub. Aydan atasının yanına getmək istəmədiyi üçün könüllü olaraq Mahirlə qaçdığını deyib. Babək rayon məhkəməsi Mahiri cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı seçilmiş iltizam təqət imkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs olunub. Müdafiəçi hökmlə razılaşmayaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini, şərti məhkum etməni və 10 aylıq sınaq müddətini istəyib. Eyni tələbi zərər çəkmişin qanuni nümayəndəsi də verib. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi hər iki şikayəti araşdıraraq təmin etməyib.